Zəkəriyyə 10-cu fəsil. Yəhudanın xilası. Yaz yağışı mövsümündə Rəbdən, şimşək çaxdıran Rəbdən yağış istəyin. O, insanlara bolluca yağış və hər kəsin tarlasına ot verəcək. Amma ev bütlərindən alınan vədlər boş şeydir. Falçılar boş görüntülər görür. Mənasız yuxular danışaraq əbəs yerə təsəlli verir. Buna görə də xalq sürü kimi dağınıqdır. Zəhmət çəkirlər, çünki bir çoban yoxdur. Rəbb deyir, çobanlara qarşı qəzəbim alovlandı, başçılarına cəza verəcəyəm. Ordular Rəbbi öz sürüsü olan Yahuda nəslinin qayğısını çəkəcək. Onlar əzəmətli döyüş atları kimi olacaq. Künc daşı, çadır payası, döyüş kamanı ondan olacaq. Bütün xalq başçıları ondan çıxacaq. Onlar döyüşdə, düşməni küçələrdə, palçıqda tapdalayan igidlər kimi olacaq. Rəbb onlarla olduğu üçün döyüşəcəklər, süvariləri utandıracaqlar. Yahuda nəslini qüvvətləndirəcəyəm. Yusif xalqını qurtaracağam. Sürgündən geri qaytaracağam. Çünki onlara acıyıram. Elə eləyəcəm ki, sanki onları heç əvvəlcədən rədd eləməmişəm. Çünki mən onların Allahı Rəbbəm, onlara cavab verəcəyəm. Efraimlilər igidlər kimi olacaq. Şərab içmiş kimi ürəkləri coşacaq. Övladları bunu görüb sevinəcək. Ürəkləri Rəbdə sevinç tapacaq. Fit çalıb onları toplayacağam. Çünki mən onları satın almışam. Əvvəllər necə çoxalırdılarsa, indi də eləcə çoxalacaqlar. Onları xalqlar arasında səpələdimsə də, uzaq ölkələrdə məni yada salacaqlar. Övladları ilə birgə sağ qalacaq və geri qayıdacaqlar. Mən onları yenə Misir ölkəsindən gətirəcək, Aşşurdan toplayacağam. Onları Gilead torpağına, Livana gətirəcəyəm. Onlara kifayət qədər yer tapılmayacaq. Əziyyət dənizindən keçəcəklər. Dənizin dalğaları sakitləşəcək. Nilin bütün dərin suları quruyacaq. Aşşurun qüruru alçaldılacaq. Misirin padşahlıq əsası əlindən düşəcək. Onları Rəbdə qüvvətləndirəcəyəm. Onlar da Rəbbin adı ilə yaşayacaq. Rəbb belə bəyan eləyir.